Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin qızı Fatimə-i Zəhra salamullahi aleyha barəsində gözəl bir hədisi var. O hədisdə Həzrət belə buyurur: "Ləv kânəl husnu şəxsən, ləkânə Fatimə, bəl hiyə əzəm." Əgər bütün dünyada olan gözəllikləri bir yerə toplasaydıq və bütün gözəlliklər bir yerdə cəm olmuş olsaydı, gözəlliklər insan şəklində olmuş olsaydı, o yalnız və yalnız Fatimə olardı. Amma Fatimə bütün gözəlliklərdən daha üstün və böyükdür. İslam alimi, Azərbaycanlı tədqiqatçı mərhum Əllamə Əminidən bir hədis barəsində sual elədilər. Ya Peyğəmbər, əgər sən olmasaydın, fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni xəlq etməzdim. Əgər Fatimə olmasaydı, nə Əlini, nə də səni yaratmazdım. Bu təvatür olan hədis barəsində sizin nəzəriniz necədir? Əllamə Əmini cavabda belə buyurmuşdu ki, Allah təbarək və Teala bu hədisdə belə buyurur ki, əgər imamət olmasaydı, nübüvvəti yaratmazdım. Və nübüvvət olmasaydı, imaməti yaratmazdım. Yəni bunların yaranışı bir digəri ilə zəncirvari, silsiləvi şəkildə bağlıdırlar. Əgər Fatimə olmasaydı, nə imamət olardı, nə də nübüvvətdən bir əlamət qalardı. Fatimənin ayrıcı olaraq bu hədisdə yad edilməsi və xatırlanması ona görədir ki, Fatimə-i Zəhra salamullahi aleyha həm imamətin, həm nübüvvətin yaranmasının baisi, həm də onların qoruyucusu idi. Belə ki, tarixi diqqətli oxusaq, görərik ki, Fatimə-i Zəhra həm nübüvvət, həm imamətin qorunması yolunda canından belə keçmişdi. Bugün isə həmin xanımın Mövlud gecəsidir. Əziz müsəlmanlar, bayramımız mübarək olsun. Onu sevən məni sevmiş olar, ona zülm edən mənə zülm etmiş olar.